Ölkədə qanun yoxdur, pulla hər işi satın almaq olur deyənləri səhv çıxaran daha bir məhkəmə sona çatdı. Dəfələrlə kanalımıza müraciət edən və problemini işıqlandırmağımızı istəyən Quba sakini Quliyev Faiqin bu dəfəki müraciəti təşəkkür naminə idi. Qeyd edək ki, atanın qazi övladı bir ildən çox müddətdir ki, içkili vəziyyətdə avtomobil idarə edən Sərkərov Samir tərəfindən törədilən qəza nəticəsində həlak olub. İddialara görə Samir kimlərəsə güvənərək pul qarşılığında cəzasız qala biləcəyini açıq bildirirdi. Lakin Azərbaycanın hüquqi dövlət olduğunu, qanunun hamı üçün eyni olduğunu unutmuşdu. Nəhayət, uzun müddət davam edən məhkəmə prosesi sona çatdı və günahkar qanun qarşısında cavab verdi. Ata müraciətində işi obyektiv araşdırıb, haqlı qərar verən hüquq mühafizə orqanlarına təşəkkür edərək qanunun aliliyini qoruyan hər kəsə minnətdarlıq etdi. Salam əziz xalqım. Bugün mənim üçün ağır həm də önəmli bir gün idi. Oğlumun haqqı yerdə qalmadı. Onu bizdən alan şəxs Sərkərov Samir layiqli cəzasını aldı və azadlıqdan məhrum edildi. Mən bu ədalətli qərara görə dövlətimizin prezidenti cənab İlham Əliyev cənablarına, bizim baş prokuror Kamran Əliyev cənablarına öz təşəkkürümü bildirirəm və oğlumun işinə baxan hörmətli hakimlərimizdən Nureddin Hüseynov cənablarına, Nahid Mirzəyev cənablarına və Asif Əliyev cənablarına öz dərin təşəkkürümü bildirirəm ki, peşəkarcasına işə yerində baxış keçirmiş, işi öz nəzarətində götürmüşdür və bizim işə çıxan prokuror Samir Məmmədova şəxsən öz dərin təşəkkürümü bilirəm. Layiqli prokuror kimi öz qərarını verdi, öz işinin üstündə nəzarət edir. Ona görə mən ona böyük təşəkkürümü bildirirəm. Bir də mənim öz işimdə peşəkarcasına yanaşmış Orxan Bayramov, mənim gözəl vekilim, həqiqətən də işi birinci gündən öz öhdəsinə götürdü, haqq ədaləti bərpa elədi. Ona görə də mən bu adını çəkdiyim insanlara böyük təşəkkürümü bildirirəm. Əziz xalqım, bir də ki, mən bunu bildirmək istəyirəm ki, bunun işıqlandırmasında Z Media kanalı, onun rəhbərliyinə, bu işdə kimin haqqı varsa, onlara təşəkkürümü bildirirəm. Çox sağ olun diqqətinizə görə.